Maşınımız yükləndi avtovoza və göndəririk Gürcüstana. Çünki qışın bu oğlan çağında Tesla'la 8000 kilometr yol qət eləyəcək, İsveçrə macərası başlasın. Uzun müddətdir ki, planladığım qış səyahətini nəhayət ki, eləməyə qərarına gəlmişəm. Tesla'dan uzun yol səyahəti, amma digər səyahətlərimdən tam fərqli olmalıdır. Hər dəfəsində bir ikonik məkan seçimi eləyirəm və qərara gəlirəm ki, bu dəfə xəyallarımdakı ölkəyə getməyi seçim. İsveçrəyə və hərəkətə başlayırıq, amma quru sərhədlərimiz bağlı olduğu üçün təəssüf ki, maşını avtovozla Gürcüstana göndərməli idim və gəlirəm Meyvəliyə. Fərid Rəsul sağ olsun bu qardaşlarla məni tanış eləyir və maşını göndəririk Gürcüstana. 3-4 gün sonra isə hazırlaşıb özümdə yola çıxıram və gedirəm Gürcüstana. Təyyarədə yerim elə rahat idi ki, amma sevincim elə də uzun çəkmədi. Nəysə, gəldik, çıxdıq Tbilisiyə, oradan isə Manoliyə gedib maşını təhvil alıram. Yenidən Tbilisiyə qayıdıb Cahidi götürürəm və maşını qəşəng yuyub stikerlərimizi də yapışdırırıq. Əsas məsələ isə bizə bu layihədə dəstək olan sponsorları da unutmuruq. Caspian Breeze Travel'dı, bizim bütün səyahətin planlamasında maksimum dərəcədə dəstək oldu. iVolt şirkətinin bütün edemlərindən artıq tanıyırsınız, həmçinin bizim bütün layihələrimizdə də xüsusi dəstəkçimizdir. Bir hissə layihəsi isə Kia və Hyundai ilə bağlı bütün ehtiyac hissələrini əldə edə biləcəyiniz bir portaldır və pultlu maşın loqosu. Təbii ki, bunu mən özüm üçün yox, siz izləyicilərim üçün yapışdırıram, çünki sizlər mənim əsas dəstəkçilərimdən birisiniz. Yola çıxırıq Trabzona doğru, yolda 2 dəfə enerji dolma eləməliyik. Gecə də olsa Gürcüstan yolları inanılmaz rahat olur və qəşəng də yağış yağır. Kutaisi də enerji dolumu eləyib gecənən sərhədi keçirik. Sərhəd yoxlanışları olur. Sığortalarımızı da ayrıca yoxlayırlar. Onu deyim ki, siz yaşıl sığorta alsanız da bu Gürcüstanda keçərli deyil. Gürcüstanda avtomobiliniz üçün ayrıca sığorta almalısınız. Məlumatınız olsun. Və yola davam eləyirik. İkinci dolumu isə Rizedə eləyirik və çatırıq Trabzona. İlk təəssüratdan Türkiyə stansiyaları mənə çox zəif gəlir. Görək Türkiyənin çıxana qədər başımıza nə gələcəksə. Növbəti gün isə İstanbula doğru yola çıxacağıq. Part 2 üçün izləmədə qalın.